Vaxtınız xeyir olsun. Növbəti sual izahımda HTML bölməsinə aiddir. Koderadan 13.3-cü bölmədən 10-cu sualın izahına baxarıq. Sualda bizə deyilir ki, Ahref audio.midi image search şəkil.png kodu nəyə keçid edilir? Deməli, baxın. Bir dənə açar məqama fikir verək ki, əgər kodun içərisində HTTP varsa, kodun daxilində HTTP varsa, bu internetdəki belə deyək, internetə keçiddir. Yox, əgər HTTP yoxdursa, deməli bu internet və ya da qlobal deyilir. HTTP yoxdursa isə lokala keçiddir. Baxırıq ki, bizim kodumuzda HTTP yoxdur. Deməli bu qlobala, yəni internetə yox, lokal şəbəkəyə keçiddir. Aha, o zaman internet olan variantları silirik. Və bu zaman baxırıq ki, lokal şəbəkə cavabı olaraq, yəni lokal kompüterdəki səs faylı olaraq bizə belə deyək ki, 3 dənə cavabımız uyğun gəlir. B variantı, D variantı və E variantı. İndi gələk görək nədir? B variantında deyir ki, lokal kompüterdəki səs faylını. Gəlin görək həqiqətən də səs faylıdırmı? Biz faylın hansı fayl tipinə aid olduğunu onun tipindən, yəni uzantısından bilirik. Və həqiqətən də audio.midi faylında MIDI hissəsi, yəni faylın uzantısı səs faylinə aid olduğu üçün səs faylinə keçidi təmin edir. Burada search hissəsindəki şəkil.png istinad göstəricisi, audio.midi isə istinadın özüdür. Deməli, baxırıq, lokal kompüterdəki səs faylinə bəli. Doğru cavab. Digərinə baxaq, lokal kompüterdəki web səhifəyə. Xeyr, hər hansı bir web səhifə verilməyib burada. Məsələn, deyək də, verilə bilər edu.az və s. tipli bir şeylər verilsəydi, burada artıq web səhifəyə keçid olardı. Lokal kompüterdəki qrafik faylı. Deməli, burada fikir verin. Bizə deyir ki, lokal kompüterdəki qrafik fayl. Yəni, bu bəzən çaşdırıcı olur. Sadəcə olaraq fikir verin. Bu, search hissəsində verilən PNG qrafik fayldır. PNG hissəsi istinad göstəricisidir. Yəni, o istinadın özü deyil, ora keçid etmir. Həmin istinada getmək üçün bir yoldur, istiqamətli bir. Yəni, ona klikləyəndə, bu hissəyə klikləmə olduqda, bu hissəyə istinad olur. Yəni bu istinad göstəricisidir. Ona görə doğru cavab E variantı və D variantı ola bilməz. Doğru cavabımız B variantı olacaq. İzlədiyiniz üçün təşəkkür edirəm.